Bugün su çərşənbəsidir. Novruzun ilk müjdəçisi sayılan bu əlamətdar gün xüsusilə Azərbaycanın cənub bölgəsində, Lənkəran və ətraf rayonlarda zəngin adət-ənənələrlə qeyd olunur. Səhər tezdən insanlar bulaq və çay kənarlarına üz tutar, axar sudan evlərinə su gətirirlər. İnsanlar suyun üzərindən atlanaraq arzularını diləyir, qızlar isə su falına baxırlar. Lənkəranın Boladı kənd sakini 80 yaşlı Xalidə Rızayeva da uşaqlıq illərindən bu günədək su çərşənbəsinin bütün adət-ənənələrini yaşadanlardandır. Xalidə nənə deyir ki, əvvəllər su çərşənbəsində kəndin qız gəlinləri dan yeri sökülməmiş axar su başına yollanardılar. Dastana gedərdik, tək-tək gedərdik, ancaq gərək heç kimlə danışmayasan. Hələ suyu götürərdik, üzümüzü yuyardık, üzümüzü, əlimizi yuyardık, suyu götürərdik, gələrdik evə. Sapardık məsələn evin ətrafına, uşaqlara, məsələn həyata, bacaya sapardıq. Xalidə nənə bu gün də su çərşənbəsində qədim ənənəsinə sadiq qalır. Həyəti təmizləyir, səlqə-səhman yaradır, xalçaları çırpır, torbağa belləyir. Ev təmizləmək, sıvamaq, süpürmək, hələ süpürmək, məsələn tandırı sıvamaq, hamı axırıncı çərşənbəyə görə qutarsın işlər. Kənd mədəniyyət evləri də bu qədim bayramın ruhunu gənc nəslə ötürmək üçün mühüm rol oynayır. Bayramın mahiyyəti, suyun canlandırıcı qüvvəsi və el inancları haqqında aparılan söhbətlər milli kimliyimizin qorunmasına xidmət edir. Bizim cənub bölgəmizin insanları da hələ gün doğmamış su başına gələr, axar suda əl üzünü yuyar, bir-birinə su çiləyər. Suyun üstündən keçib deyərlər ki, azarım, bezarım, qadan balamı su aparsın deyib, həmin sudan götürüb evə də apararlar. Həyət bacaya, mal qaraya, ev eşiyə, yorğan döşəyə də səpilər ki, illəri ruzlu, bərəkətli olsun, xəstəliklərdən uzaq olsunlar. Və hətta həmin sudan xəstələrin, yaralıların da yarasına səpilir ki, şəfa tapsınlar. Beləliklə, Lənkəranda su çərşənbəsi sadəcə təqvimdə qeyd olunan bir gün deyil, paklığın, şəfanın, bolluq bərəkətin və yenilənən ümidlərin rəmzi kimi yaşadılır.